Və sonra da möhtərəm qardaşlar, bir çoxlarımızın qafil qaldığı məsələlərdən birisi də bu zikri, bu xeyri ailəmizə də çatdırmalıyıq. Əgər burada eşitdiklərimizi, bir hədisi öz ailəmizə, övladlarımıza da bunu xatırlatmalıyıq. Çünki onların da buna ehtiyacı var. Onların da xatırlatmağa ehtiyacları var. Onlar da insandırlar, onların da imanları artmalıdır. Biz bəzən onlardan çox şeylər tələb edirik. İstəyirik ki, onlar düzgün yolda olsunlar, imanlı olsunlar, təqvalı olsunlar, islah olsunlar. Həmçinin övladlarımız da, həyat yoldaşlarımız da istəyirik, onların islahını istəyirik. Onlardan gözləyirik hər zaman onu. Ancaq biz onlara bu xeyirləri çatdırmazsaq, bizim haqqımız yoxdur ki, onlardan bunu tələb edək, möhtərəm qardaşlar. Ona görə hər zaman çalışmalıyıq ki, o zikir məclisini evimizdə edək. Allah Resulü sallallahu aleyhi və səlləmin bir hədisini hər gün onlara danışaq, onu xatırlayaq, onu ixlasla etdiyin zaman vallahi gözəl nəticələr olacaq. Görəcəksən ki, onların da islahı günü-günə, bir günə düzəlməyəcək, 2 günə olmayacaq. Ancaq görəcək 1 ay, 2 ay sonra onlar da yavaş-yavaş görəcəksən islah olurlar. Çünki ən gözəl xüsusiyyətlər, gözəlliklər hamısı dinimizdədir. Sadəcə biz onu xatırlamalıyıq, xatırlatmalıyıq. Və bizim də üzərimizdə olan ailəmizdir, övladlarımızdır.